Ay balacalar ne hoş gündür böyle ne hoş görüş Türkistan'a salam olsun ay salam olsun ay salam olsun ay salam olsun Adım adım böyle karış karış Türkistan'a salam olsun ay salam olsun ay salam olsun ay salam olsun Karabağ'ın böyle çölleri Göyçemizin güllerin nanay güllerin nanay güllerin nanay güllerin Bizim ayrım böyle gözlerim Türkistan'a salam olsun ay salam olsun ay salam olsun ay salam olsun Ah Tanrım veren gelsesin Şekişir bana bölgesin bana bölgesin bana bölgesin Azerbaycan Belag ülkesi Türkistan'a salam olsun ay salam olsun ay salam olsun ay salam olsun ay salam olsun Buluturan belayır bizim Şirin şirin dil bizim Nihal dil bizim Nihal dil bizim Nihal dil bizim Nihal Gel kadar Türk elləri, bir ucunda Altayların qarla örtülü zirvələri, o biri ucunda Aralıq dənizinin günəşlə yuyulmuş sahilləri.
Bu geniş coğrafiyada əsrlər boyu bir ruh, bir söz, bir səda dolaşırdı. Türkün nəfəsi, Türkün dili, Türkün yazısıdır. Qədim Türk tayfalarının dili onların həyat tərzi, inancları və mədəni irsi ilə sıx bağlı idi. Ana yurtlarından başlayaraq sərhədsiz ərazilərdə yayılan türklər öz dillərində yalnız danışıq deyil, həm də mədəniyyətlərini, qanunlarını, qəhrəmanlıq dastanlarını və gündəlik həyatlarını əks etdirən yazılar yaratmağa başladılar. Bu yazılar həm tarix, həm də sənət kimi gələcək nəsillərə qalan bir miras idi. Qədim türklərin ən məşhur yazı sistemi Orxon Yenisey yazılarıdır. Bu yazılar 8-10-cu əsrlərdə Mərkəzi Asiyanın qəlbində yerləşən Orxon vadisi və Yenisey çayı ətrafında daşlara həkk olunub. Orxon yazıları daş abidələrdə, qaya üzərində və sikkələrdə əks olunub. Bu yazılar Göytürk dövlətinin quruluşunu, Kültigin və Bilge Kağanın həyatını, döyüşlərini və tayfa nizamını əks etdirirdi. Hər bir söz bir dövrün tarixini, qəhrəmanların şücaətini və xalqın ağrı acısını əks etdirirdi. Göytürk dövründə yaradılan Köktürk əlifbası əsasən rəsmi sənədlərdə, daş abidələrdə və diplomatik yazılarda istifadə olunurdu. Sazım esken ataylar, manesine esbergen anaylar. Eskenine oy verip, yüreklerge ses verip, köz yastı kıskanmazlar. Eskenine oy verip, yüreklerge ses verip, köz yastı kıskanmazlar. Əziz izləyicilər, Türk ellərinin izi verişindən sizi salamlayırıq. Bugünkü qonağımız Profesör Firidun Ağasoğludur. Son 35 ildə bir 30-dan çox kitab yazmışam. Əksəriyyəti dilçilik və Türk dilinin tarixidir, Türk xalqlarının tarixidir. Axırıncısı da 9 cilddən ibarət Türklərin İslama qədərki tarixidir. 9 cild. O Türkiyədə çap olunub, İstanbulda. Təqdimatı burada olubdur. O, deməli, Türklərin ən qədim tarixindən bəhs edir da İslam dövrünə qədər. Biz əlifba deyirik. Sonra Orxon abidələri ortaya çıxandan sonra Orxon yazıları deyirlər. Bəli. Ümumiyyətlə, o cür əlifbalara runik əlifbada deyirlər. Düzdür, mən də o terminləri işlətmişəm, amma əslində o əlifbanın adı damğadır. Niyə? Çünki damğalardan yaranır. Ən qədim Türk əlifbası, hərfləri, hərf bizim söz deyil, imgə. Bizim dildə imgə. Türk imgələri damğalardan yaranır. Ona görə buna damğa yazısı deyilir. Və ən maraqlısı odur ki, Orxon yazılarında ora fikir versəniz, orada yazılıb ki, damğa yazısı. Bəli. Yəni, o yazan adam öz yazır ki, bu damğa yazısıdır. Bu mənada damğalardan söhbət eləməyə ehtiyac var. 15-20 min il bundan qabaq insanlar qayalarda, daş üzərində şəkillər çəkirdilər və ona piktoqramlar deyilir. Yəni şəkilli yazılar. Şəkil üzərində yazılar. Sonra o inkişaf elədikcə, gəlişdikcə loqoqrama çevrildi. Loqoqramda yəni o şəkillər artıq söz kimi işləndi. Daha sonraki inkişafda loqoqramlardan artıq imgələr yarandı, hecalar, sözlər yarandı. Bu tərəfdə Sumer yazısıdır. Bu tərəfdə Türk damğa yazısıdır.
Bax, bu işarədən gəlir deyək ki, axırda bu imgə yaranır, bundan o yaranır. Eyni üsulla da Türk deyək ki, damğaları var, loqoqramlarda, şəkillərdir. A şəklidir, gəlib olub Y hərfi. Deyək ki, dağ şəklidir, gəlib olub D hərfi. Ox şəklidir, gəlib olub K, ok. Qalın. Bəli. Amma incə samitlər, incə sözlərləndir. Məsəl üçün, bu ev sözündəndir. İndi biz ev deyirik. Qədimdə ev deyirlər, ev. Və ev şəklidir, yəni bu oturduğumuz yurt kimi ev deyirlər, yurt. O şəkil inkişaf edib gəlib olub bu. Deyək ki, adam, şəkili gəlib R olubdur. Süngü gəlib S olubdur. Keyik şəkili gəlib K hərfi olub. Dinləyicilərimiz, tamaşaçılarımız, əzizlərimiz əyani şəkildə görsünlər ki, bütün əlifbalar, bütün yazılar eyni üsulla yaranıb. Sumerdə eyni üsulla yaranıb, Türk damğalarda eyni üsulla yaranıb. Yəni əvvəl piktogram, sonra loqoqram, ondan sonra artıq imgə. Müxtəlif yazı növləri var, amma bunların klassik əsas 3 yazı növü var. Deməli, hierogliflərdir, yəni şəkilli yazılardır. Misirdə yaranıbdır, sonra bir çox yerlərdə yaranıbdır, Çində yaranıb, Yaponlar bugün də istifadə. Bu hieroglif yazıdır. Biri də çivi yazıdır, biz mixi yazı deyilir, yəni çivi oxşadığı üçün deyilir. O ancaq Sumerlərə aiddir. Sumerlər yaradıb, üçüncüsü də damğa yazılardır. Biraz öncə baxdınız. Damğa yazılarını Türklər yaradıb. Və o damğa yazılarından bugünkü dünya əlifbaları yoxdur. Latin əlifbası, Kiril əlifbası, Erməni əlifbası, Efiopiya, Gürcistan. Hamısının kökü gəlir oraya. Damğa əlifbası. Bu yəni ilk dəfə səsləndiyi üçün sevimli tamaşaçılarımız biraz buna qəribə baxarlar. Yəni bütün əlifbaların kökündə Türk əlifbası dayanır. Əlbəttə dayanır. Fakt var ortada. Bir şəkillərini göstərib izah edəcək. Bax, fikir versən burada da dağ piktogramıdır, dağ şəkli. Deməli, Sumerlər bunu gətirib bu şəkildə işlədirlər. Çinlilər həmin dağ şəklini gətirib belə işlədiblər. İndi də elə işlədirlər. Türklər də belə işlədirlər, bayaq dadır. Yaxud deyək ki, Sumerlər ox şirələsini gətirib belə işlədirlər. Çinlilər belə. Misir gətirib belə işlədir. Bu da Türklərdir. Ox şirələsi. Yəni, bütün yazıların inkişafı eyni üsulla gedir. İndi fikir ver bəy, Azərbaycanda tapılan ən qədim yazıdır, Zaqatalada tapılıbdır. Belə daşın üzərində Zaqatala daşı deyirlər buna. Fikir verirsən, deməli, təkədir, günəşdir. Bu şəkillidir, şəkilli yazı. Altda da artıq hərflərə çevrilmiş loqoqramlarla bunu təkrar edir. Deməli, təkə nədir? Günəşin simvoludur yerdə. Məsələn, altda nə yazılıb? Bu sağır nundur. N, bu R-dır, bu ant oxunur, bu da Ç-dır. Deməli, anra, ant iç. Yəni, ona ant iç. Fikir verdin. İlk yaranma dövrüdür artıq. Yarısı şəkildir, yarısı artıq loqoqram və imgələrdir. O keçid mərhələsini göstərir. Çox unikal bir yazıdır. 3000 il yaşı var. Zaqatalada. Bu isə, Sabir bəy, deməli, bütün yazıların hansı yolla yaranmasını göstərən bir sxemdir. Deməli, piktogramlardır, fikir verirsən. Heyvan şəkli, adam şəkli, at şəkli, keçid, quş. Bu piktogramlardan deməli loqoqramlar yaranır, oxlarla göstərir.
Bu yanda da yaranır logogram. Bu yanda da gene damgalardır logogram gibi. Sonra bunlar birbirine keçe gelip yazıya çevrilir. Mısır'da hieroglif şeklinde kalıptı. Gelip hieroglife çevrilip kalıp 5000 yıl bundan qabaq. Deyək ki, Çində bugün də işlənir hieroglif. Bu Sümerlərdədir, bu xət. Çivi yazıya çevrilibdir. Bu isə artıq Türklərdədir, damğa yazısı. Yazılı formaya çevrilir. Fikir versən, yəni bütün yazılar eyni üsulla yaranır. Bax, bu da həmin o damğa işarələrdir. Fikir versən, Azərbaycanda bulunanlar, Sümerlərdə bulunanlar, Türkmenlərdə, Elamlarda eyni damğalardır. Yəni, damğa yazısı bu ərazidə yaranır. Deməli, bu Türk imgələridir. İkinci də Arameydir, üçüncü də Finikdir. Yəni, bu damğa yazılarından söhbət eləyəcəyik, yəni Orxon yazıları, qədim Türk yazıları, onların hamısının kökü gəlir, çıxır 3000 il bundan qabağa. O vaxt Küraz mədəniyyətinin son dönəmləridir. Küraz mədəniyyəti də Kuzey Qafqaza, Anadolu'nun ortasına, Urmiya gölü tərəfə, Həmədana qədər gedib və bir konuda axırıncı dönəmlərdə Fələstinə düşübdür. Bax, o Fələstinə düşən deyək ki, Küraraz daşıyıcıları Qafqazda, Azərbaycanda olan damğaları aparıblar oraya. İlk əlifba orada yaranıb. Finiki əlifbası. Bunlar Finik əlifbası. Finiki əlifbası. Finiki əlifbasından Aramey əlifbası yaranıb. Bu ikisi ilə də Türk əlifbası eynidir. Fikir versən, İlləşmək, eyni işarələr, eyni səsi bildirir. Deməli, bu üçünün kökü hardandır? Küraraz mədəniyyətinin daşıyıcıları bunu yayıblar. Finiki əlifbası yaranından sonra 3000 il bundan qabaq. Onlar gəmiçiliklə çox məşğul olurdular, ticarətlə. Bütün Aralıq dənizi boyunca bu əlifbanı yaydılar. O yerlərdə yaşayan xalqlar bu əlifbanı götürdü. Arameylər isə o əlifbanı biraz Mesopotamiyada yaydılar. Məsəl üçün, İranda 100 il o işləndi, Azərbaycanda da işlənib, Gürcüstanda da işlənib, və hətta Orta Asiyada da keçdi. Orta Asiya keçəndə orada ondan Söğd əlifbası yarandı. Sonra Hind əlifbası yarandı və s. Elə bəlkə söhbətimizin əsasıdır bu ki, Türk əlifbasının qədimliyi. Düzdür, ərəblər gələndən sonra o əlifba işlənmədi, ərəb əlifbası işləndi. 1000 ildir ərəb əlifbası işləndi. Amma xalqın yaddaşında və əl sənətində o imgələr, hərflər yaşayır bugün də. Fikir ver, bu xurcundur, bu da xalçadır. Üzərindəki işarələri çıxartmışam. Hamısı Orxon imgələridir. Yəni bugün də yaşayır. Mexaniki olaraq xalçanı toxuyan onu naxış kimi istifadə edir. 1000 ildə unudulub ki, o imgədir. Aydındır, naxış kimi istifadə edirlər. Amma bu elə onu göstərir ki, Türk damğa yazısı həmin işarələrdən göstərilir. Firidun müəllim, indi hal-hazırda gənc aşığımız var. Onun ifasını dinləyək, sonra verişimizə davam edək. Buyurdu.
Ne hoş gündür, böyle ne hoş görüş. Türkistan'a selam olsun, ay selam olsun, ay selam olsun, ay selam olsun. Adım adım böyle karış karış. Türkistan'a selam olsun, ay selam olsun, ay selam olsun, ay selam olsun. Karabağ'ın böyle çöllerinde Göyçemizin güllerin, nanay güllerin, nanay güllerin, nanay güllerin. Bizim ayrım böyle gözlerim. Türkistan'a selam olsun, ay selam olsun, ay selam olsun, ay selam olsun. Ah Tanrım böyle gelsesin Şəkişir mənəy bölgəsi, mənəy bölgəsi, mənəy bölgəsi Azərbaycan belə ölkəsi Türkistan'a selam olsun, ay selam olsun, ay selam olsun, ay selam olsun, ay selam olsun. Buluturan belə yer bizim Şirin şirin dil bizim, nihay dil bizim, nihay dil bizim, nihay dil bizim, nihay gel kadar Şene Osu yazısı var. 759. yılda yazılıb. Orxun Abdələr. Deməli, Uyğur xanı Mançur'un orada Şene Osu yazısında bir yazısı var. Daşın üzerinde. Gör ne yazıb. 1000 yıllık tümen günlük
Bilgimin Anta yazı anta yazı taşka yaratıttım. Yaratıttım. yani kadın yıllık. Türk damga yazısını yazdım. 1000 yıllık ne demek? Yani 1000 yılda bunun tarihi var. Kadın Türk alfabesinin tarihi hakkında çok maraqlı belgeler var. Ben oraya fikir ver. Efiopiya alfabesini götürübdü Ermənlər. Bu Efiopiya alfabesidir. Bu işara ne bildirir? Mesrop neyim onu o kimi işledir. Bu nedir? Mesrop onu söyleydi. Yani işareler götürübdü. Sadəcə özlərinə Bildirir, bilənə sesleri değişir. değişir. Bu hamı şeyler. Aha. Yani orijinal alfa değil. Mesrop'un alfası. Ekseriyyətini Efiopiya işarelerinden götürüp bir 4-5 tane de Orkun Türk alfasından götürübdü. Bu Ertaş'ın sınırdaşıdır. 2200 yaşı var. Göçe Gölü yanında tapılıb. Bu üstünde yazısı var. Bu demek ısık yazısıdır. Bir camın üzerinde yazılıbdı. Isık yazısı deyirlər. Almata'nın yaxınlığındadır. 2500 yaşı var. Qazaxıstan tərəfdə. Bu Lemni yazısıdır. 2700 yaşı var. Deməli, Türkiye ile Yunanistan arasında bir Lemnos adası var. O adada bulunubdur. Bir 200 yıl qabaq. Bugün Afinada saxlanır. Etrusk yazısıdır. Adam kucağında kuzu bu mehraba yakınlaşır ve orada yazılıbdır. Ama Etrusk dilinde yazılıb. Ek, tit, egesi, gel, kuzutu al. Ve transkripsiyasını vermişim. Ek, tit, egesi, gel, kuzutu al. Yani onlar da Türk alfabası gibi sağdan yazırdılar. Aha. Bugünkü dilimizde okunandır. Ey kurban yiyesi gel kuzunu al. Həmin günlerde Ahmet Cavad'ın oğlu Yılmaz Bey, mənə yaxın dostum idi, Allah rəhmət eləsin, prokuroruydu. Milli Məclisin üzvüydü o da. Bu söhbətlər gedəndə, bu gedib Gəncədən, o vaxt atasının dostu olub. Onun oğlu sağ imiş. Mənim xəbərim yoxdur. Gedib ondan bu şeiri alıp getirmişti. Bu şeiri Ahmet Cavad 19. ildə Məhəmməd Əmingil Latin əlifbasına keçəndə bu şeiri yazmışdı. Ve ilk defa ben bu şeiri verdim Ədəbiyyat qəzetində çap olundu. Deməli 92'nin yani fevral ayının əvvəlləri. Mən bir aşiqəm ki, bu çaldığım saz dumanlı dağlara səs salacaqdır. Anlattığım dildə inləyən avaz elin xatirində çox qalacaqdır. Qorxutmuyur məni bu yanmayanlar, İsrafil surundan oyanmayanlar, göstərdiyim yola inanmayanlar, yenilik yolunda ad alacaqdır. Mən şahid tuturam ayı, yıldızı, ayılacaq yurdun oğulu, qızı, oyanki ellərin özbək, qırğızı bu yeni dərgaha yol bulacaqdır. Bugünkü qonağımız Profesör Firidun Ağasoğlu idi. Təşəkkürlər. Ben teşekkür ederim. Uğurlar arzularım. Sağ ol. Dolansın dünyanı koy karış karış. Dolansın dünyanı koy karış karış. Dillerde hak sesi Azerbaycan'ın. Meydanda olumdur
kılıçdan koşa, meydanda kalıdır, kılıçdan koşa. Her zaman hak sesi, Azerbaycan, 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 Azerbaycan. Her sözü kelimesi Azerbaycan'ın aleyhinin, balayının, son aleyhinin kazanası. Babam at belinde bir gün salınca, babam at belinde bir gün salınca, ericikler gaskalanır dalınca. Azelden bağlıdır misli kılınca, Azelden bağlıdır misli kılınca. Karavlın arası Azerbaycan'ın, balama balama balam, sonama balama balam, yedalama lama yazram. Altayda keçibdi karlı kışından, Altayda keçibdi karlı kışından. Ruhunu alıptı dağlar başından. Kartal yuvasıdır yaranışından, her ucaz zirvesin Azerbaycan'ın. Alay lay kalam alay lay, alay lay sonam alay lay, alay lay gecem alay lay. Her ucaz zirvesin Azerbaycan'ın. Alay lay, salaneyim, salaneyim, salaneyim. Ay gülüm, 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 şirin gülüm.